Bəli, Günel, yeni tədris ilindən məktəbli avtobusu layihəsi artıq tətbiq olunacaq. Bu barədə Elm və Təhsil Naziri Emin Amrullayev jurnalistlərə açıqlamasında deyib. Hazırda bu layihənin hansı məktəblərdə tətbiq olunduğunu açıqlamaq düzgün deyil. Layihə tam tətbiq olunanda məktəblərin adları da məlum olacaq. Bəli, məktəblərin adları məlum olacaq və Emin Əmrullayev onu da deyib ki, Azərbaycanda məktəblərin publik hüquqi şəxsə çevrilməsi prosesinə başlanılacaq. Elə yeri gəlmişkən Elm və Təhsil Nazirliyinin tabeliyindəki bəzi qurumlar artıq publik hüquqi şəxsə çevrilib. Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Biz həm bu mövzu, həm də qeyd edək ki, təhsillə bağlı digər maraqlı məsələləri studiyamızın qonağı Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli ilə müzakirə edəcək. Nicat mənim, xoş gəlmişsiniz. Və ilk olaraq qeyd edək ki, Nazirliyin tabeliyindəki qurumların publik hüquqi şəxsə çevrilməsinin əsas məqsədi nədir? Bununla bağlı istəyərdik danışasınız və islahatla hansı nəticələr hədəflənir? Təşəkkür edirəm. Məlum olduğu kimi, bir müddət əvvəl Cənab Prezidentin sərəncamı ilə Elmlər Akademiyasına məxsus olan bir sıra elmi tədqiqat institutları, müəssisələr Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdi və həmin sərəncamda da göstərilirdi ki, həmin institutların, həmin müəssisələrin optimallaşdırılması aparılsın. Bu bizim qarşımızda qoyulan bir məsələ idi və artıq bu yaxında yenidən Cənab Prezident tərəfindən verilən sərəncamla bunun bir hissəsi həyata keçirilmiş olub. Təbii ki, bu belə deyək də ilkin mərhələdə birinci hissəsidir və bu mərhələ ilə biz 17 universitetin optimallaşdırılıb 8 universitetdə birləşdirilməsini həyata keçiririk və bundan sonra həmin elmi tədqiqat müəssisələri eyni zamanda publik hüquqi, sizin dediyiniz kimi publik hüquqi şəxsə çevriləcək. Eyni zamanda orada nəzərdə tutulub, sərəncamda nəzərdə tutulduğu kimi bəzi regionlarda olan deməli müəssisələr universitetlərin tabeliyinə verilib, bir neçə elmi istehsalat birlikləri ləğv edilib ümumiyyətlə və bunlar ümumilikdə ümumi optimallaşdırmanın bir hissəsidir. Sizin sualınıza gəldikdə publik hüquqi şəxs bizə nə verəcək? Publik hüquqi şəxslər ümumilikdə dövlətin və yaxud da bələdiyyenin yaratdığı bir qurumlardır. Onlar dövlət birbaşa belə deyək də bürokratik dövlət müəssisələri deyil, sadəcə dövlət tərəfindən yaranmış qurumlardır. Onlar bir sıra sahələrdə muxtariyyət əldə edə bilirlər. Deyək ki, onlar maliyyə sahəsində, idarəetmə sahəsində, eyni zamanda belə deyək də müxtəlif layihələrdə iştirak məsələlərində çeviklik əldə edə bilirlər və bu onların işinin daha da səmərəli həyata keçirilməsinə ciddi təkan verəcək deyə düşünürük. Amma sözsüz ki, bu hələlik ki, sadəcə bir prosesdir. Bu prosesin işləməsi, onun real olaraq həyatda özünü göstərməsi üçün müəyyən bir vaxt, zaman tələb olunur. Ümid edirik ki, bundan sonraki mərhələdə, çünki hal-hazırda dünən də müəllimin dediyi kimi bir sıra məsələləri qeyd edib, elmi tədqiqat müəssisələrimizin effektivliyinin, səmərəliliyinin artırılması, onların daha çox elmi məhsullar istehsal etməsi bizim qarşımıza duran ciddi məsələlərdəndir. Həm ölkəmizin qarşısında duran ciddi məsələlərdəndir. Bu məsələləri həll eləmək üçün sözsüz ki, bu cür optimallaşmanın aparılması vacib məsələlərdəndir. Bir də təbii ki, Nicat müəllim, bu islahat tədqiqat institutları, kolleclər və digər təhsil müəssisələrinin ümumi fəaliyyətinə necə təsir göstərəcək? Yəni, hansı yeni istiqamətlər ola bilər? Əlbəttə, yeni istiqamətlərlə bağlı yəqin ki, görmüsünüz sərəncamda eyni zamanda 2 yeni elmi tədqiqat müəssisəsinin yaradılması nəzərdə tutulur. Bunların üzərində artıq işlər başlayıb. Biz hansı sahələr və onların ümumiyyətlə necə həyata keçirilməsi ilə bağlı artıq müzakirələr gedir və ciddi işlər gedir bu istiqamətdə. Amma ümumilikdə məqsəd ondan ibarətdir ki, elm dünyanın müxtəlif ölkələrində olduğu kimi adətən ali təhsil müəssisələrinə bu və ya digər şəkildə bağlı olur. Təbii ki, bəli. Çünki adətən dünyanın bir çox ölkələrində elm universitetin bilavasitəsində içində olur. Ona görə ki, yeni elm istehsal olunduqca həmin elmi eyni zamanda tədris aparmaq lazımdır. Çünki elmi yeni bir məsələ istehsal elədiniz, yeni bir deyək ki, kəşfiniz var. O kəşfi mütləq tələbəyə ötürmək lazımdır ki, gələn nəsil artıq həmin məsələnin üzərində daha yeni kəşflər eləsin. Yəni, elm və təhsilin inteqrasiyası ən vacib məsələlərdən biridir. Və
bu cür olmayan da, yəni elm ayrı bir müəssisədə, ayrı bir yerdə, tədqiqat ayrı bir yerdə olanda bir növ bunlar bir-birindən kənarda qalmış olur. Alim gedir öz işini görür, amma onu tələbəyə ötürmür, yeni nəsli ötürmür. Və bu ciddi problemlər yaradır ki, biz belə deyək də tarix boyu da bunun bu və ya digər şəkildə nəticəsini görmüşük. Amma indi məqsədimiz ondan ibarət ki, və bizim qarşımızda qoyulan da rəhbərlik tərəfindən, ölkə rəhbərliyi tərəfindən qoyulan məsələ ondan ibarət ki, bu elə əvvəllər verilmiş də məsələ ondan ibarət idi ki, elmlə təhsilin xüsusilə də tədqiqatla təhsilin inteqrasiyasını həyata keçirək və artıq bu istiqamətdə işlər baş verib. Yəqin ki, bilmirəm, bəlkə xəbəriniz var. Bizim bundan əvvəlki proseslərdə, məsələn, bəzi elmi tədqiqat institutlarının universitetlərlə qarşılıqlı əməkdaşlığının yaradılması üçün müəyyən addımlar atılıb. Onlar birgə fəaliyyət göstərirlər indi artıq. İndiki halda, məsələn, dediyimiz kimi regionlardakı bəzi müəssisələr universitetlərə verilib və s. Və bundan sonra da bunun daha sıx inteqrasiyası üçün ciddi işlər görmək lazımdır. Amma bundan ötürü görüləsi həddindən çox işlər var. Aydın. Nicat müəllim, bəs Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək üçün konkret olaraq hansı addımlar atılır? Bu istiqamətdə kifayət qədər çox addımlar atılır. Bildiyiniz kimi son illərdə biz bunu rahat şəkildə görə bilirik ki, artıq bizim universitetlərimiz reyting cədvəllərində kifayət qədər irəliləyiblər. Məsələn, 3 ilə 4 ilə münasibətdə baxanda indi ciddi şəkildə irəliləyiblər. Bizim artıq reytinglərə düşməyən universitetlərimiz reytinglərdə fəaliyyət göstərirlər və bunun, belə deyək də, bununla bağlı çox mütəmadi və çox ciddi strukturlaşmış iş aparılır. Bu, həm universitetlərin özündə aparılan işlərdir, belə deyək də, elmi tədqiqat işlərinin, çünki bilirsiniz ki, universitet reytinglərinin əsasında daha çox elmi tədqiqat işləri dayanır. Elmi tədqiqat işləri nə qədər çox olursa, effektiv olursa, səmərəli olursa, onlar daha çox reytinglər əldə edə bilir. Düzdür, başqa digər komponentlər də var, ciddi komponentlər var onun içərisində və hal-hazırda məsələn ibarət ki, universitetlər bu istiqamətdə çox ciddi öz işlərini qurublar. Həm elmi tədqiqat sahəsinin inkişaf elətdirilməsi, eyni zamanda belə deyək də, məsələn deyək ki, ən sadə işlərdən birini deyim. İndiyə qədər Azərbaycanda reytinglərin ən vacib məsələlərdən biri buraxılan məzunların işlə təmin olunmasının ölçülməsidir. Nə qədər məzununuz işlə təmin olunub. Və bununla bağlı reyting şirkətləri sorğu aparır işə götürənlərlə. Biz indiyə qədər bu işlə məşğul olmamışıq və işə götürənlərimiz də bu reyting sorğularında ciddi şəkildə iştirak eləmir. Amma indi biz təşviq edirik ki, baxın da universitetlər xüsusilə bununla məşğul olar. Universitet sizə məzun verir, onu işə götürürsünüz. Bundan razısınız, narazısınız. Gedin reytinglərdə iştirak edin, məsələn, deyək ki. Yəni, bu dediyim çox sadə bir məsələdir. Sadəcə bütün bunların hamısını nəzərə almaq lazımdır ki, və yaxud da universitetin kifayət qədər çoxlu əməkdaşlıqları var, dünyanın müxtəlif ölkələri ilə. Reytinglərin ən ciddi məsələlərindən biri onların reputasiyasıdır. Reputasiya sorğular əsasında müəyyən olur. Məsələn, xaricdəki bir alim bu universitet barəsində nə düşünür? Bunlarla bağlı işlərin görülməsi, yəni biz əməkdaşlıqlarımızda istifadə edərək həmin universitetlərin ciddi şəkildə biz öz universitetlərimizin reytinglərinin artırılmasına nail olmağa çalışırıq. Nicat müəllim, onda elə sanki sizin cavabınızın davamı olaraq, misal üçün əmək bazarına uyğun ixtisasların seçilməsi, bacarıq yönümlü ixtisasların yaradılması məsələsi necə aktualdırmı? Çünki indi biz bilirik ki, artıq bir çox peşələr yavaş-yavaş öz yerini digər süni intellektlə bağlı olan peşələrə, misal üçün COP29-da paytaxtımızda keçirilmişdi, təbiətin qorunması, ətraf mühitin qorunması və s. və ilaxır. Yəni, bu istiqamətdə atılan addımlar maraqlıdır. Əlbəttə, bu istiqamətdə də addımlarımız var və ən yeni addımlardan biri ondan ibarət ki, biz təxminən bir neçə ay bundan əvvəl Azərbaycanda ixtisasların yeni təsnifatını yaratmışıq və bu yeni təsnifat ondan ibarət ki, artıq əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslar yaranması, onların formalaşdırılması həm təhsilin, ən azı ali təhsilin müxtəlif səviyyələrindən söhbət gedir. Həm bakalavr səviyyəsində, həm magistratura səviyyəsində, həm doktorantura səviyyəsində. Və eyni zamanda indi o proseslə məşğul oluruq ki, həmin əgər yeni ixtisaslar yaranıbsa, onların təhsil proqramları hazırlanmalıdır. Onlar nəyin əsasında dərs keçəcəklər? Və burada birbaşa olaraq artıq komissiyalar formalaşdırılır. Bu komissiyalar əmək bazarı ilə, yəni işə götürənlə ali təhsil müəssisəsi və Təhsil Nazirliyinin birgə iştirakı ilə yaradılır. Bu deməkdir ki, işə götürən artıq deyir ki, bax, mənə hansı sahədə ixtisaslaşmış adamlar lazımdır. Yəni, məsələn, konkret ixtisası bitirən adam. Deyək ki, mühasibat lazımdır mənə, bir mühasib lazımdır. O mühasibatçı nələri bilməlidir? Mühasiblər nəyi bacarmalıdırlar? Onları universitet
necə daha yaxşı şəkildə verə bilər ki, artıq işə götürən onu hazır mütəxəssis kimi götürsün? Nicat, mən bu yerdə çox üzr istəyirəm, bir sualım da yarandı. Siz qeyd etdiniz ki, konkret məqamlar olacaq, hansı məqamlar lazımdır ki, peşəkar işçi daha sonra rahat iş tapa bilsin. Bəli. Bu məqamda başqa bir sualım yarandı. Onda ola bilərmi ki, ümumilikdə ali təhsil daha qısa olsun, misal üçün 4 il olmasın, 3 il olsun və 3 ilə artıq ixtisaslaşmış peşəkar kadr yetişsin? Prinsip etibarilə bu mümkündür. Məsələn, bizim indiki halımızda, belə deyək də, məsələn, magistraturanı biz standart olaraq 2 il fikirləşirik. Amma eyni zamanda bizim daha az kreditli 1.5 illik, il yarımlıq magistratura proqramlarımız var. Az işləyir, amma var. Məsələn, xüsusilə MBA sahəsində və s. var. Bu məsələlər hal-hazırda müzakirə predmetidir. Yəni, biz fikirləşirik ki, bəlkə 3 illik proqramlara keçək. Elə ixtisaslar var ki, onlarda bunu keçmək kifayət qədər çətin məsələdir. Çünki bunlar çox uzun müddətli peşəkar hazırlığı təlir. Məsələn, siz mühəndisi 3 ilə daha çətin hazırlayırsınız. Tibb işçisini hazırlamaq ümumiyyətlə mümkün deyil. Bu dünyada belə bir praktika yoxdur ümumiyyətlə. Amma elə sahələr var ki, siz daha qısa müddətdə daha belə deyək də hazır bazara mütəxəssis çıxara bilərsiniz. Bunların üzərində mütəmadi olaraq işlərimiz gedir və bizim çox ciddi hazırlıqlarımız var. Sadəcə bunlar bilirsiniz, eyni zamanda çox ciddi qanunvericilik dəyişiklikləri tələb edən məsələlərdir. Bu proseslər biraz uzun çəkir, amma bunların üzərində artıq işlər gedir və ciddi hesablamalarımız var. Nicat müəllim, siz təbii ki, danışdınız tələbələrdən, onların işə götürülməsindən, amma burada diqqət çəkən digər bir məqam da var ki, ali təhsilli gənclərin işsizliyi məsələsi. Burada yəni təhsilin əmək bazarına uyğunlaşdırılması istiqamətində hansı tədbirlər görülür? Bayaq dediyimiz kimi, baxın da dediyimiz kimi artıq mövcud tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələsi ciddi şəkildə gündəmə qoyulub və komissiyalar formalaşdırılıb. Bugün bizim formalaşdırdığımız, xüsusilə magistratura təhsilinin yaradılmasında formalaşdırılmış artıq hazır komissiyalarımız var. O komissiyalarda bilavasitə 3 tərəf iştirak edir. İşə götürən, Təhsil Nazirliyi və universitet. Və bu komissiyalara biz bərabər fəaliyyət göstərərək sırf əmək bazarının tələbi nədən ibarətdir? Nə istəyir? Onu bizə desin ki, onun əsasında universitet daha yaxşı kadr hazırlaya bilsin. Bunun üzərində düşünürük. Amma nəzərə almaq lazımdır ki, sizin qeyd elədiyiniz məsələlər eyni zamanda çox ciddi şəkildə ölkədə əmək bazarının diversifikasiya olunmasını tələb edir. Yəni biz daha çox şəxsin və məzunlarımızın işə götürülməsini istəyiriksə, əmək bazarının da ciddi şəkildə şaxələnmiş olmasını nəzərdə tutmalıdır. Çünki bugün kifayət qədər gənclər var ki, ali təhsillidirlər, amma işsizdirlər. Var, sözsüz ki, bunu deməmək olmaz. Ali təhsil iş qarantiyası deyil ki. Ali təhsil heç yerdə iş qarantiyası deyil, dünyanın heç yerində deyil. Amma siz nə qədər peşəkar olursunuzsa, nə qədər yaxşı mütəxəssis olursunuzsa, sözsüz ki, əmək bazarı sizə daha çox tələbdə bulunur. Bir də başqa bir sual var. Bugün bizim süjetimiz olacaq. Azərbaycanda təhsil alan xarici vətəndaş haqqında bu bir məqam, sevindirici məqamdır əslində. Bəs ümumilikdə Azərbaycanlı tələbələrin xarici universitetlərdə təhsil alma istiqamətinin, belə deyək də, daha çox yerli bazara yönəlməsi, daha çox yerli universitetləri seçməsi üçün hansı stimullaşdırıcı addımlar atılır? Bizim sadəcə burada bir neçə məsələni qeyd eləmək lazımdır. Ən vacib məsələlərdən biri biz baxmalıyıq ki, bizim nə qədər belə deyək də həmvətənimiz və yaxud da orta məktəbləri bitirən şəxs universitetə qəbul olur və nə qədəri kənarda qalır. Bugün biz, məlum olduğu kimi, bizim vaxtilə 2022-ci ildə qəbul olmuş sosial-iqtisadi strategiya var idi. O strategiyanın içərisində bizim qəbul yerlərinin, yəni universitetlərimizdə qəbul yerlərimizin sayının artırılması, bu təhsilin əlçatarlığı məsələsidir. Artırılması nəzərdə tutulur. Olar ki, həmin mərhələ 75 min səviyyəsinə gəlib çıxmışıq. Sadəcə məsələ ondan ibarət ki, eyni zamanda burada müəyyən məsələlər var ki, məsələn, niyə orta məktəb bitirən adamlar daha çox universitetə qəbul ola bilmirlər? Yəni bizdə belə də kateqoriya, xaricə gedən tələbələrin daha çox əsas 2 kateqoriyasını, söz çoxdur, 2 kateqoriyasını müəyyənləşdirmək olar. Birincisi odur ki, o daha keyfiyyətli təhsil xarici gedir. İkincisi ondan ibarət ki, o burada təhsil ala bilmir. Yəni bu və ya digər şəkildə test imtahanından keçib universitetə qəbul ola bilmir. O gedir xaricdə daha rahat yolla qəbul olur. Bu daha çox kütləni təşkil edir. Bu o deməkdir ki, onda biz qəbul mexanizmimizi necəsə dəyişməliyik ki, daha
belə deyək də, həmin test imtahanından keçə bilməyən adamlar, indiki halda keçə bilməyən adamlar, onlar da keçə bilsinlər ki, universitetlərə daxil olsunlar. Və yaxud da onlara alternativ təhsil mühiti yaratmaq. Siz daha az balı mı nəzərdə tutursunuz? Yəni sizin dediyinizdən belə çıxır ki, biz daha az balla tələbələri götürmək. Bu cəmiyyətdə müzakirə mövzusudur. Nə üçün müzakirə mövzusudur? Çünki bəzi ekspertlər, bəzi mütəxəssislər belə hesab edirlər ki, məsələn, maksimumda 150 baldan aşağı tələbəni universitetə qəbul etmək olmaz, çünki bu oxutmaq mümkün. Təbii ki, təbii. Amma başqa bir məsələ də var. Məsələn, ola bilər ki, siz universitetə uşaqları qəbul edirsiniz, o bu və digər halda şəkildə 150 balı yığa bilməyib, məsələn, deyək də. Amma siz universiteti ciddi şəkildə bir seçim yerinə çevirirsiniz ki, uşaq girsin, əgər oxuya bilirsə, səy göstərirsə, davam eləsin, oxusun. Bu o demək deyil də, girdi, mütləq bitirməlidir. Girə bilirsə, oxusun, oxusun, davam eləsin və bitirsin. Ola bilsin ki, 4 ilə bitirməyəcək, 5 ilə bitirəcək, 6 ilə bitirəcək, müəyyən vaxt keçəcək və s. Amma bitirsin. Ola da bilsin ki, bitirməsin və bitirməmək də ciddi, belə deyək də, faciə olmamalıdır. Travma olmamalıdır. Travma və faciə olmamalıdır. Yəni, bu müxtəlif siyasət istiqamətləridir ki, bunların üzərində düşünmək. Amma cəmiyyət də buna hazır olmalıdır ki, biz bunun daha yaxşı modelini necə tapa bilək? Təşəkkür edirik. Çox maraqlı müsahibədir. Sadəcə vaxtımız azdır. Saatlarla söhbət eləmək olar bu mövzu haqqında. Təşəkkür edirik sizə maraqlı cavablarınız üçün. Sağ olun. Biz isə davam edirik.